Vladimirovka yazılmış lövhəni bundan sonra görməyəcəksiniz. Əvəzində buradan Elbir yazılmış lövhə asılacaq. Dövlət başçısının təsdiqlədiyi qanuna əsasən Alekseyevka inzibati ərazi dairəsi bundan sonra Çınarlı, Timiryazev qəsəbəsi Bəhrəli, Vladimirovka kəndi isə Elbir adlandırılacaq. Yerli müddətli bizim kənd Rus adı ilə, Vladimirovka adı ilə adı kimi gedirdi. O deyilən rəvayətlərə görə 1800-cü illərə getsək, bu kənd o vaxtdan Rus adı ilə tanınıb. Çox şükürlər olsun, axır zamanlar bizim səsimizi eşidərək, dövlət qurumları, ən axırda da Cənab Prezident bütün bunları təsdiq elədi, bu sərəncamları. Birlik adı ilə biz ona görə Elbir adı qoyuldu. Adı düşərli olsun, xeyirli uğurlu olsun. Nazirlər Kabineti 2 ay müddətində ad dəyişiklikləri ilə bağlı zəruri tədbirlər planını hazırlayıb dövlət başçısına təqdim etməlidir. Yeni ad verilən Elbir, Çınarlı və Bəhrəli yaşayış məntəqələrinin sakinlərinin şəxsiyyət vəsiqələri və digər sənədləri ilə bağlı məsələlər də mərhələli şəkildə həll olunacaq. Yeni qeydiyyata düşən, ilk dəfə şəxsiyyət vəsiqəsi alan və ya sənədlərinin etibarlılıq müddəti başa çatan vətəndaşların qeydiyyat prosedurları Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən həyata keçiriləcək.